Hamıya salamlar, İV Motors'dan mən Kamil Əlizadə. Hal-hazırda gördüyünüz model isə 25-ci il model Li9 Ultra'dır və adamın ilk gözünə dəyən dəyişikliklər bu emblemdir burada. Əvvəllər boz rəngdə, belə silver rəngdə, qrey rəngdə gəlirdi, indi isə qızıl rəngdədirlər və həmçinin bu işıqların göy rəngdə olması əvvəllər gözümüzü öyrəşmişdi burada sarı işıqların, kök rəngli işıqların olmasına. İndi isə göy işıqlar var burada. Həmçinin sarı da dəyişirlər, amma göy işığının olması onu göstərir ki, maşın hal-hazırda Smart Drive moddadır və onu göstərir ki, maşın özünü idarə edir. Bu da ki, başqa maşınlara göstərir ki, biraz ehtiyatlı olsunlar, belə deyək. Başqa xarici tərəf dəyişikliklərdən biri bu lidar hissəsidir. Lidar hissəsi gördüyünüz kimi artıq balacalaşıb biraz. Əvvəllər böyük idi, indi isə balacalaşıb və buna səbəbi isə əvvəllər chipset olaraq deməli O-Ring sistemindən istifadə olunurdu. İndi isə Toru sistemindən istifadə olunur. Daha yüksək, belə deyək, hesablama qabiliyyətinə malik chipsetləridir. 700 top hesablaya bilir. Maşının içində elə bir dəyişikliyimiz yoxdur burada. Yəni standart əvvəllər necə idisə, elə də qalıb. Demək olar ki, heç bir dəyişiklik gözə çarpmır burada. Bir dənə bu maşının deməli kompüter sistemindəki çiplərdir. Başqa bir şey yoxdur burada. Arxa hissədə isə böyük dəyişikliklər olub. Deməli arxa hissədə olan dəyişikliklərdən ən böyüyü bu ekranın böyüdülməsidir. Gördüyünüz kimi, əvvəllər bu ekran çox balaca idi, indi isə 24.1 inçlik ekranla dəyişdirilib. Əvvəllər Lisan Megalarda belə ekranlar gəlirdi. Digər bir dəyişiklik isə USB başlıqlarının qoşulması üçün yerlər əlavə olunub və bu da ki, salondakı dəyişiklikləri bitirir burada. Maşının amortisasiya sistemidir. Amortisasiya sistemi deməli 22-ci ildən bu tərəfə artıq 3 dəfə dəyişdiriblər. İndiki sistem ən yumşaq sistemdir. 2 dərli tənzimləməsi var və maşının sürüşünü daha yumşaq edir. Həmçinin göy işıqlardan arxa hissədə də var. Yəni arxadan gələn maşınlar da maşının deməli arxadan smart sistemlə idarə olunduğunu bilə bilərlər. Deməli başqa bir dəyişikliklərdən biri isə gözümüzün öyrəşdiyi salon rəngləri ağ, kök rəngi və qara idi. İndi isə yeni bir qəhvəyi rəngdə əlavə olunub. Gördüyünüz bu rəng, yəni bu interyerdə olan rənglərdir. Həmçinin eksteryerdə əlavə rənglər olunub. Məsələn, bu ağ rəngdə əlavə olan rənglərdən biridir. Amma ən gözəl rəng isə əlavə olunan L9-a göy boz rəngidir. Yəni çirkin maşında olmağı heç bilinmir demək olar ki. Bu dəqiqə ən sevilən rənglərdən biridir Çinin daxilində. Yəni müştərilərin verdiyi belə deyək, zakazlarda ən çox həmin rəng seçilir. Əlavə ödənişli bir rəng olmasına baxmayaraq, hamı həmin rəngi seçirlər. Və budur, Lisan'da olan dəyişikliklər bunlardır. Sizcə dəyişikliklər sizi qane edir, yoxsa yox?